Herkese salam. Yeni videoya xoş gəlmisiniz. Əgər yadınızdadsa, bundan əvvəlki videoların birində demişdim ki, bağlamamın bir hissəsi gəlib, digər hissəsi də gəlsin, sizinlə bir yerdə açacağıq. Artıq gəldiyi üçün postdan götürmüşəm və birlikdə aça bilərik. Elə bu məhsulların sifarişini bir yerdə vermişdik. Sırf məhsullar gələndə aça bilmək üçün belə bir şirin maket bıçaq almışam. Bir neçə dənə fərqli növün arasından mənə ən çox özünə cəlb edən bu olduğu üçün mənal deyə bağırırdı rəsmən. Mən də onu aldım. Ki videoda açanda həm maraqlı görünsün, həm də nə vaxt belə maraqlı maket bıçağım olsun istəyirdim. Nəysə, əslində sifarişimin birinci hissəsi biraz tez gəlmişdi, bilirsiniz. O hissəni açıb baxmışam. Biraz çox diqqətimi cəlb elədi. Ona görə açdım, baxdım. İkinci hissəni isə indi sizdən birlikdə açırıq. Elə həqiqətən də baxmamışdım, elə açdım. Açdığım anda çəkdim. Və bununla da bütün sifarişlərim tamamlanmış oldu. Sadəcə bir mənfi cəhət var. O da mənim sifariş elədiyim nəmləndirici krem stoklarında olmadığı üçün həmin kremi göndərməmişlər. Təbii ki, əvəzində pulumu geri qaytardılar, amma yenə də sifarişimi göndərmədikləri üçün, yəni stokda olmadığı üçün üzüldüm. Çünki artıq nəmləndiricim yoxdur. Yəni hazırda var da, gələcəkdə olmayacaq. Bəli, anksiyete belə hiss elətdirir. Nəysə, burada görürsünüz ki, yəni dilimdən düşməyən bir neçə məhsul var ki, yenidən təzədən almışam. Və bəziləri bitmə üzrədir, təbii ki, ona görə almışam. Nəzərə alsaq ki, uzun bir müddətə gəlir. Yəni 14 iş günü deyilsə də az qala 14 aya gələcək. Amma yenə də istəsəz sizlə necə sifariş vermək olar, necə qeydiyyatdan keçmək lazımdır, necə bəyan etmək lazımdır, hər birini çəkib paylaşa bilərəm. İlk məhsulumuz bu Laneige-nin dodaq nəmləndiricisidir. Əsla və qətiyyən idollardan təsir altına düşüb almamışam. Hətta JK-nin son dəfə bunu istifadə etdiyini ümumiyyətlə görməmişəm və təsir altına düşməmişəm. Nəysə, zarafat bir yana, həqiqətən çox tərifləyirdilər. Felix də bunu tərifləyirdi bu markanı və JK-də də görəndən sonra mən də təsir altına düşdüm və çox qəşəng üzüm dadı və qoxusu gəlir. Məncə qəşəngdir. Əvvəlki videolarda izləyənlər bilər ki, mənim vazkeçilməzim bu gözaltı kremdir və daha yaxşısını görmədiyim və tapmadığım üçün elə bunu da yenidən alıb istifadə etməyə davam edirəm. Bir də onu demək istəyirəm ki, məhsullar haqqında hansılar ki təzədir, çox da fikir bildirmirəm, çünki istifadə etməmişəm, sadəcə təsir altına düşüb aldığım belə deyim, yeni məhsullardır. Bu da retinol kremdir. Bu retinoldan 11 dəfə daha qüvvətlidir deyirlər və ləkələri açır filan. Dediyim kimi istifadə eləmədiyim üçün çox da yanlış yönləndirmək istəmirəm, amma mütləq istifadə elədikcə 100% sizlə bölüşmüş olacağam öz fikirlərimi. Görək necə təsir göstərəcək. Yadınızda əvvəlki videolarda demişdim, Beauty-of-Joseon'un günəş kremi üzümə düşmürdü, pul olurdu və soyulurdu və s. Ona görə o bitmədiyi halda, yəni istifadə edə bilmədiyim üçün məcbur yeni günəş kremi aldım. Bunda da yenə əsla və qətiyyən təsir altına düşməmişəm, şəxsi öz qərarımdır. Belə deyim, həqiqətən də cilt tipimlə uyur deyə alıram. Sadəcə məşhurlarda da gördüyüm üçün bilmirəm, daha güvənilir gəlir mənə, daha özümü güvəndə hiss edirəm ki, alsam yaxşı olacaq. Ona görə bir damcı təsir altına düşmüş ola bilərəm. Bu marka bilsəydi ki, mən onların məhsullarını nə qədər çox sevirəm, həqiqətən məni marka üzvü filan elan eləyərdilər. Yəni bunun əvvəlki Madagaskar serisi məndə var idi. Nə yapışqanlıq buraxır, nə mənfi təsir göstərir. Tam üzümün axtardığı məhsuldur. Ona görə bu səfər də bəyazladan serini istifadə etmək qərarına gəldim ki, bəzi sivilcə ləkələri var, onlara aparsın. Yenə əsla və qətiyyən təsir altına düşmədən aldığım məhsullardan biri. Belə deyirəm, amma həqiqətən o qədər axmaq deyiləm ki, sırf çox bəyəndiyim biri reklam eləyir deyə gedib, yəni həmin məhsulu alım və dərimi korluyum. Amma reklama bir damcı aldanmış ola bilərəm. Çünki bu məhsulu reklam edən arkadaş məndən sevdiyim bir neçə insandan biridir. Məşhur bir neçə insandan biridir. Amma məhsulun özünün belə forması filan, əsla yapışqanlıq filan olmadı. Görə üzümdə necə nəticə verəcək. Əslində bu seriyanın, bəyazladıcı seriyanın tonerini və serumunu çox tərifləyirlər ki, yaxşı effekt verir. Kremi haqqında bir o qədər də eyni fikirdə olmayanlar var. Sadəcə daha aldığım üçün dedim, onsuz da tonerini almışam, serumunu almışam. Elə birbaşa nəmləndiricisini də alım, görək nə göstərir. İnanmıram ki, komedon filan çıxardar, çünki tərkibində yoxdur deyə şayələr var. Bilmirəm. İnşallah ki, heç bir əks təsiri olmaz. Məmnuniyyətlə istifadə edərəm. Yəni belə, amma forması çox qəşəngdir. Məncə nə qədər sadiq olduğumu deməyə ehtiyac yoxdur. Çünki elə aldığım məhsullardan da görsən ki, əgər bir markanın bir məhsulunu bəyənirəmsə, digərlərinə də mütləq şəkildə şans verirəm. Ciddən bir marka bəyənəndə ona xeyir etdiyim xeyir qədər, yəni influencerlar o qədər xeyir vermir. Bundan çox əminəm. Nəysə, bunu da bu qədər böyük, belə nəhəng gələcəyini gözləmirdim.
və əlimin üstünə tökəndə o qədər su kimi idi ki, sadəcə 2 damcı bütün əlimə bəs elədi. Şokdaydım. Yəqin ki, bu gedişlə mən 2 ilə həmin qutararam bunu. Təbii ki, yaxşı olandan sonra niyə də bərəkətli olmasın? Görək bu necə təsir göstərəcək. Mən imtahan vaxtı olduğundan qat-qat daha çox stressləndiyim üçün təbii ki, bədənimdə buran reaksiya olaraq çoxlu sivilcələr çıxartdı və eyni zamanda mənim əlim dinc durmayan bir insan olduğum üçün həmin sivilcələri sıxdım və çiçək kimi tərtəmiz olan yanaqlarımda artıq sivilcə ləkələri var. Təbii ki, çox deyil, olsalar da məni narahat eləmirlər. Amma olmasalar daha xoşbəxt olaram təbii ki. Ona görə də bu seriyə şans verdim əslində. Çünki bu ləkələri əməlli başlı yaxşı təsir göstərir deyə çoxlu tərifləyirlər. Onsuz ki, bəyənsəm bəyəndiyimi, bəyənməsəm də bəyənmədiyimi sizlə sonralarda bölüşəcəm və daha bir istifadə edib məmnun qaldığım üçün yenidən aldığım məhsul. İlkini hələ tam bitirməmişəm, amma çox az qalıb. Növbətini almağımda stok almaq üçün yaxşı oldu. Çünki bir də onun gəlməyini gözləsəm, Bu arada əlbəttə ki, mən dermatoloq deyiləm və hər məhsulda elə aldığım kimi uğurlu olmur. ChatGPT-lə məsləhətləşirəm, internetdə axtarıram, tərkiblərinə baxıram və özümə ən yaxşı təsir edəcək məhsulları axtarıb tapıb almağa üstünlük verirəm. Və onu da demək istəyirəm ki, bu ikili mənim vazkeçilməzimdir. Əvvəldən 2-dən almışdım. Biri bitdi, digərinə keçdim və yaxşı oldu ki, bunlar da gəldi. Çünki digərində artıq demək olar ki, bitirmək üzrəyəm. Bunun yaxşı tərəfi ondan ibarət ki, mənim dərim qarışıq olduğu üçün adi yağlarla makiyaj ya da günəş kremi çıxardanda sonra bu dərim başlayır səpməyə. Amma bu məhsulun tərkibində elə bir maddə var ki, həmin o səpdirmə olmur. Eyni zamanda köpüyündə yaxşı cəhət ona ibarət ki, üzü yuyandan sonra dartınma hiss elətdirmir və dərim sağlam hiss edir. Beləliklə aldığım bütün məhsulları açmış olduq. Bu günlük bu qədər. Sağ olun.